Salam dostlar, hamınızı xoş gördük. Deməli, Molla Sədra adını çoxunuz eşitmisiniz. Səddəddin Şirazi bu İslam dünyasının böyük filosoflarından biridir. Həm fəlsəfə sahəsində, həm irfan sahəsində böyük bir şəxsiyyətdir, böyük bir simadır və çox dəyərli əsərləri var. Lakin Molla Sədra təkcə filosof deyil, o həm də bir Quranşünas alimdir, müfəssirdir, təfsiri kitabı var. Həm hədisşünas alimdir. Məsələn, Usul Kafiyə şərhi var. Çox qiymətli əsərlərdir bunlar. Mən istəyirəm ki, bugün Molla Sədranın təfsir kitabından bir nəzəriyyəsini oxuyaq, nəzərini, fikrini oxuyaq. Çünki Molla Sədranın ümumiyyətlə fikirləri, düşüncələri, istər fəlsəfə, istər təfsir, istər hədis bizim belə deyək, cəmiyyətdə çox yayılmayıb, onun barəsində çox əsərlər yazılmayıb. Mən istəyirəm tədricən Molla Sədranın bəzi fikirlərini həm fəlsəfə, həm təfsir, həm hədis sahəsində bəzi mətnlərini oxuyum və onun fikirləri ilə tədricən tanış olaq. Deməli, Molla Sədranın təfsir kitabı 7 cilddə nəşr olunub və PDF-i də var. Ərəbcə bilən dostlar oxuya bilərlər. Bəqərə surəsinin 4-cü ayəsində ki, ayədir ki, onlar axirətə yəqin bəsləyərlər. O ayənin təfsirində Molla Sədra burada bir bəhs açır. Əl-Xulud, cəhənnəmdə əbədi qalma. Bəhs açır və bunu izah edir. Ki, ümumiyyətlə bir insan cəhənnəmdə qala bilərmi? Əgər qalarsa, niyə qalar? Çünki bu məsələ, dostlar, bildiyiniz kimi ixtilaflı bir mövzudur. Fikir ayrılığı var bu məsələdə. Bəzi mütəfəkkirlər deyirlər ki, Quranın ayələrində, hədislərə əsasən bu fikirdən çıxış edirlər ki, bəzi insanlar, bəzi böyük günah sahibləri əbədiyyən cəhənnəmdə qalacaqlar. Bu məşhur rəydir. Bəziləri də deyiblər ki, xeyr, insan əbədiyyən cəhənnəmdə qalmaz. Bunun həm rasional dəlilləri var, həm Qurandan bəzən istinad edirlər. Bu da bir ikinci rəydir. Və ikinci rəyin özü də yenə iki qismdir. İnsan əbədiyyən cəhənnəmdə qalmayacaq, yəni nə? Bəzilər deyirlər ki, insan əbədiyyən cəhənnəmdə qalmayacaq, yəni bir müddətdən sonra cənnətə girəcəklər. Bir qismdə deyir ki, xeyr, cəhənnəmdə qalacaqlar, sadəcə əzab yox olacaq. Xülasə bunlar müxtəlif mövzulardır, hər birinin özünün ayrıca müzakirəsi var, ona daxil olmaq istəmirəm. Məsələn, burada sadəcə Molla Sədranın cəhənnəmdə əbədi qalmaq barədə rəyini öyrənək. Görək Molla Sədra nə düşünür? Deməli, həl tucibu əl-kəbiratu əl-xuludə fin-nar, başlıq belədir. Böyük günah, baxın, söhbət kiçik günahdan getmir, söhbət böyük günahdan gedir. Böyük günah bir insanın əbədiyyən cəhənnəmdə qalmasına səbəb olur ya yox. Bu şey ələm innə səbəb xulud əhlin-nar fin-nar və hirmanihim anin-nəcəd vəl-mələkətur-rasixa lin-nəfs bivasitətil əfa'il əl-mucibə li-husuli mə huvə fiyhə. Bu ki, bir insanın əbədiyyən cəhənnəmdə qalması və qurtulmaması, yəni qurtuluşdan məhrum olması, insanın etdiyi əməllərin sayəsində o ruhunda formalaşan hala görədir. Yəni bir insan bəzi çox pis işlər, günah işlər görür və bu günah işlər onun ruhunu müəyyən bir qəlibə salır, o ruhunda bir hal yaradır, forma yaradır. Necə ki, cismimiz o cürdür, insan tutalım, onun həyat tərzindən asılı olaraq onun bədəni formalaşır. İnsan aktiv idmanla məşğul olursa, onun bədən quruluşu bir cür olur. Əgər pasiv həyat sürürsə, onun bədən quruluşu fərqli cür olur. Bu, eynilə insan ruhu üçün də keçərlidir. İnsanın yaşayış tərzi, onun əməlləri onun ruhunu neyini formalaşdırır. Molla Sədra da buyurur ki, bəzi insanların cəhənnəmdə olmasa, əbədiyyən cəhənnəmdə olması, onların etdiyi əməllərdən qaynaqlanır. Və bunu da bir güzgüyə bənzədir. Huva bimənziləti ət-tab' və-reyn fil-mir'at. Məsələn, güzgü uzun müddət istifadə olunmayanda və ya o yanlış istifadə olunanda pas bağlayır. O pas neynir? O güzgünü bir növ öz həqiqi funksiyasından, həqiqi mahiyyətindən uzaqlaşdırır. Çünki güzgünün işi nədir? Əks etdirmək, sürəti əks etdirmək, formanı əks etdirmək. Lakin o pas bağlayanda artıq o bir növ istifadəsiz hala gəlir və onu nə etmək lazımdır artıq? Çöpə atmaq lazımdır, zibilliyə atmaq lazımdır. Buyurur ki, insan ruhu da bu cürdür. Necə ki, bəzən güzgü o qədər çirklənir ki, o artıq heç bir təmizlik qəbul etmir. İnsan ruhu da bu cürdür. Sava'un kana mənşə'uhu el-kufr vel-cuhud əv'l-mə'asi və-s-seyyiat. İstəyir bunun mənşəyi küfr olsun, istər inadkarlıq olsun, günah olsun, pis əməllər olsun, fərqi yoxdur. İnsan ruhu əgər o hala çatıbsa, o artıq qurtuluş ümidi yoxdur ona. Fəinnən-nəfs el-insaniyə fil-fitratul-ulə qabilətun liqabuli āthar-el-mələikə və āthar-el-şeytaniyyə və āthar-el-bəhaim və-s-sibā qabulən mütəsaviyən. Buyurur ki, insan başlanğıcda bir növ ağ kağızdır, insan ruhu ağ kağızdır. O həm mələyin xüsusiyyətlərini qəbul edə bilər, həm şeytanın xüsusiyyətlərini qəbul edə bilər, həm heyvanın xüsusiyyətlərini qəbul edə bilər və burada heç bir
fərq yoxdur. Yəni insan nəfsi, ruhu, yəni neytraldır. Əgər yaxşı işlər görsə, mələk bir növ cildinə bürünəcək. Əgər pis işlər görsə, günah işlər görsə, şeytan cildinə bürünəcək, şeytani xüsusiyyətlərə yiyələnəcək. وإنما يقع المنع لها عن قبول تلك الآثار بواسطة حصول بعد آخر لها. Yaxşı. Burada bir neçə seçim var. İnsan bəli. وإنما يقع المنع لها عن قبول بعد تلك الآثار. Burada بعد sözü də var. بعد تلك الآثار بواسطة حصول بعد آخر لها. Buradakı seçim var. İnsan mələyin də xüsusiyyətlərini qəbul edə bilər, şeytanın da xüsusiyyətlərini qəbul edə bilər. Niyə burada fərqlilik yaranır insan ruhunda? Çünki bəzən insan bir istiqamətə yönəlməklə, məsələn, müsbət istiqamətə yönəlməklə, yaxşı işlər görməklə o özündə mələyin xüsusiyyətlərini ehtiva etdiyi üçün o müsbət xüsusiyyətlər mənfi xüsusiyyətlərin artıq ruha daxil olmasına, ruhu təsir altına salmasına mane olur. Çünki bu insan tam yaxşı iş görür, mömindir, əməli salihdir. Bu insan ruhu da müsbət yöndə inkişaf edir. Burada artıq mənfi hal, mənfi xüsusiyyətlər ona yol tapa bilmir. Yox, əgər əksi olsa, yəni bir insan daim pis işlər görsə, günah işlər görsə, xüsusilə böyük günah işlər görsə, o artıq şeytani forma aldığı üçün artıq müsbət yön ona, müsbət xüsusiyyətlər, müsbət əlamətlər ona daxil ola bilmir. Ona görə insanın burada seçimindən asılıdır. Əgər sən mələk kimi müsbət bir xüsusiyyətlərə sahib olmaq istəyirsənsə, yaxşı işlər görməlisən, o zaman olursan nə? Cənnətlik. Yox, əgər şeytani xüsusiyyətlərə sahib olmaq istəyirsənsə, o zaman pis əməllər görməklə ona sahib olursan. Bu əslində nəyə işarədir? Molla Sədr burada nəyə işarədir? Molla Sədr burada əslində insan əməli ilə onun nəticəsi arasındakı rabitəyə işarə edir. Çünki burada iki versiya qeyd oluna bilər. Bir budur ki, insan gördüyü əməllərlə onun nəticəsi, nəticə deyəndə məqsəd nədir? Yəni cənnət və ya cəhənnəm olması, insanın günahkar və ya əməli salih olması. Əməllə nəticə arasındakı rabitə ya şərtidir. Məsələn, müəssisələrdə, idarələrdə olan qanunlar kimi. Məsələn, qoyulan qanunlar müəssisələrdə, dövlət idarələrində, şirkətlərdə qoyulan qanunlar şərti qanunlardır. Onu rəhbər təyin edir və ona əsasən ya cəza, ya mükafat təyin edir. Ona görə də istədiyi kimi orada istisna hallara yol verilə bilər. İstəsə bağışlaya bilər, istəsə bağışlamaya bilər. Niyə? Çünki qanunlar şərti qanunlardır. Lakin bir versiya da budur ki, əməllə nəticəsi arasında, yəni insan gördüyü əməllə onun nəticəsi cənnət və cəhənnəm arasındakı rabitə, əlaqə təkvinidir, ontolojidir. Ontoloji nə deməkdir? Yəni, bayaq misal çəkdiyim kimi, insanın fiziologiyası, necə ki, onun həyat tərzindən o fiziologiyası təsirlənir, ona əsasən formalaşır və orada artıq, yəni siz məsələn, oturaq həyat sürən insan ki, onun fiziologiyasında müəyyən problemlər yaranır, ürəyində problem yaranır, qaraciyərində problem yaranır, yağlanma və s. damar tıxanıqlığı. Siz burada gəlib buna, məsələn, həkimə deyə bilməzsiniz ki, bunu bağışla, məsələn, bunun xəstəlik yaradan geçsin. O artıq bağışlanmalı bir şey deyil. Niyə? Çünki bu fizioloji, ontoloji bir şeydir, təkvini bir şeydir. Bu, onun həyat tərzindən qaynaqlanan bir şeydir. Bu artıq o cür həyat sürdüyü üçün onun elə bil fiziologiyası o istiqamətdə formalaşıbdır. Onun orqanları artıq o cür formalaşıbdır. İnsan ruhu da o cürdür. Yəni, insan ruhu bəzən elə bir həyat sürür ki, onun da həqiqəti eyni ilə insan orqanizmi kimi bəzən sıradan çıxa bilir. Və artıq orada bağışlanma, şəfaət olan heç bir təsiri olmur. Ona görə, Əllamə Molla Sədranın yanaşmasından ikinci versiya, belə deyək, qoxusu gəlir. Yəni nə? Yəni, Əllamənin, Molla Sədranın nəzəri budur ki, insan ruhu, onun gördüyü əməllər və nəticə, bunlar arasındakı əlaqə ontoloji əlaqədir. Yəni, insan ruhu bəzən elə bir sifətə bürünür ki, o artıq ancaq cəhənnəmlikdir. Niyə? Çünki eyni ilə pas bağlamış güzgü kimi onun ruhu da pas bağlayıb, artıq o şeytana çevrilibdir. Bəzi insanlar isə xeyr, mələyin xüsusiyyətlərini daim qəbul etdiyi üçün yaxşı əməllər vasitəsilə o artıq mələyə çevrilibdir. O artıq onun yeri cənnətdir. Və belə olan təqdirdə o bəzi iradlar da öz mahiyyətini itirir. Çünki bəzi insanlar belə bir irad bilirlər ki, niyə Allah məni cənnətə atmır? Niyə Allah onu, məsələn, çünki bəzi kəlam kitablarında bu sual var. Allah istəsə Peyğəmbəri cəhənnəmə və ya Yezidi, məsələn, Fironu cənnətə ata bilərmi? Cavabında biz nə deyirik? Cavabında deyirik ki, o insan ruhu elə bir hala çatır ki, artıq onu bağışlamaq, onu cənnətə atmaq və ya cəhənnəmə atmaq o mümkünsüz hal alır. Bu ontoloji bir hadisədir. Yəni, bunu nəyə bənzədə bilərik? Tutalım, 2 rəqəmi mahiyyətcə cüt rəqəmdir, düzdür?
Yəni bunun üzərindən nəsə gəlmədən və nəsə ondan çıxmadan, yəni 2-dən 1 çıxmadan və ya 2-nin üzərində 1 gəlmədən 2 sırf 2 olduğu halda onu tək eləyə bilərikmi? Mümkün deyil. Çünki 2-nin mahiyyəti budur. Yəni siz onu heç bir vəclə, yəni nə möcüzə göstərməklə, nə bir şeylə onun mahiyyətindəki o cütlüyü ala bilməzsiniz və ya bir tək ədəddə onun mahiyyətindəki təkliyi heç bir vəclə üzərinə nəsə gəlmədən, yəni sırf 1 olduğu halda onun təkliyini ondan ala bilməzsiniz. İnsan ruhu da bu cürdür. Təkvinə əlaqə, ontolojik əlaqədən məqsəd budur. İnsan ruhu elə bir hala bürünür ki, onu artıq cənnətə atmaq qeyri-mümkün olur və ya onu cəhənnəmə atmaq qeyri-mümkün olur. Molla Sədranın da rəyi bu istiqamətdədir. Ki, insan bəzən elə bir xüsusiyyətlərə sahib olur ki, o artıq müsbət xüsusiyyətlər və ya mənfi xüsusiyyətlər onun ruhuna daxil ola bilmir. وَمَتَ اشْتَدَّ حُصُولُ الْبَعْضِ فِيهَا بِحَيْثُ صَارَ مَلَكَةً رَاسِخَةً فِيهَا مُنِعَ بِالْكُلِّيَّةِ عَنْ قَبُولِ آثَارِ الْغَيْرِ. Deməli, bu seçimlərdən mələk, şeytan, heyvan seçimlərindən birini insan seçsə, əgər bir istiqamətdə yönəlsə, bu onda, belə deyək, kök salsa, vərdiş halına çevrilsə, hakim olsa, o zaman digər seçimlər, digər xüsusiyyətlər artıq ona heç vaxt yol tapa bilməyəcək. وَمَتَ رَسَخَتْ لِلْقَلْبِ صِفَاتُ الْبَهِمِيَّةِ أو السَّبُعِيَّةِ أو الشيطانية بحيث إنها صارت ملكة كالطبع والرين لمرآة القلب فقدرتها وظلمتها صارت مانعة له عن قبول صورة الرحمة الرحمانية والإلهية الملكوتية. Bəli. Əgər insanın ruhunda bu şeytani sifətlər, heyvani sifətlər kök salarsa və hakim olarsa, o zaman o ilahi rəhməti heç vaxt qəbul edə bilməyəcək. Və əsas mətləb buradadır. Sonra buyurur ki, mən'ən kulliyyən əbədiyyən. Bu ilahi rəhmət artıq əbədi şəkildə ona yol tapa bilməyəcək. Yəni bu nə deməkdir? Yəni əbədiyyən cəhənnəmdə qalacaq. Niyə? Çünki ruhunda o heyvani və şeytani sifət hakim olubdur. Və belə olan təqdirdə heç vaxt ilahi sifət ona ilahi rəhmət ona yol tapa bilməz. Likawnil mani hunaka sifatun zatiyyatun cawhariyyatun kama huqiqa fi majalin awsa min hazal majal. Artıq o şeytanlıq, heyvanlıq onun zati sifətinə çevrilir. Yəni o bir növ şeytanın özünə çevrilir. Bu sifət, bu xüsusiyyətlər o qədər onda hakim olur ki, bu artıq şeytan özünə çevrilir. Yəni şeytan cindir. O necə şeytan oldu? O pis əməllərin, böyük günahların vasitəsilə o artıq şeytana mahiyyət, şeytanın mahiyyəti budur. Yəni insan şeytana çevrilir. Yəni nə? Yəni o şərti bir şey deyil. Pis işlər görməklə, pis əməllərə yol verməklə onun zatı bir növ şeytana çevrilir. Molla Sədr də bunu deyir və əbədiliyi də bu cür izah edir ki, bir insanın cəhənnəmdə əbədi qalması məhz buna görədir, əməllərinə görədir. وقد مرت الإشارة إلى أن الإنسان في أول أمره بين أن يكون بهيمة أو سبعا أو شيطانا أو ملكا وفي الآخرة لا يكون إلا أحد هذه الأمور لأجل غلبة بعض الصفات المختصة به على قلبه. Bəli. Və əvvəldə də deyə biz qeyd elədik, insan əvvəldə ağ kağız kimidir, lakin sonradan etdiyi əməllərə uyğun olaraq bəzi sifətlər onda hakim olur və nəticədə ona uyğun da qiyamətdə münasibət görəcək və Allah da orada ona görə buyurur ki, Allah bəzi insanların qəlbinə möhür vurar, fəhum la yefqahun, onlar heç vaxt bilə bilməzlər və s. Burada 2 dənə ayə gedir. Fəizə təqarrara həzə, əsas mətləb buyurur ki, fərubbə kəbirətin minəl məasi yucibu təkərrür fi'liha anin nəfs xuludəha finnar. Buyurur ki, bəzi əməllərin təkrar olması, yəni Molla Sədr burada böyük günahlarda 2 qismə ayırır. Buyurur ki, bəzi böyük günahlar var ki, onları təkrar etmək nəfsi elə bir hala salır ki, o artıq əbədiyyən cəhənnəmdədir. Niyə? Lida'fil iman və quvvatil aiq anil xalas. Çünki iman o qədər zəifliyir ki, bu pis əməllərin nəticəsində. İman zəifliyir və maniyə çoxalır. Maniyə nədir? O ruhun paslanması. O maniyə o qədər çoxalır ki, o artıq insanın cənnətə düşməsinə mani ola bilmir, qarşısını alır onun bir növ. Və iman da o qədər zəifliyir ki, o artıq bir növ insanı cənnətə aparacaq həddə olmur. Lakin rubba kəbirətin la yakunu kəzəlik li quvvatil iman və da'fil aiq fə yuhtəməl əl-afvu anha. Amma buyurur ki, bəzi böyük günahlar var ki, onun təsiri nisbətən azdır. Ona görə burada bir növ iman qalib gəlir və maniyə azalır. Çünki Molla Sədrdən demək istədiyi ki, böyük günahlar təsirinə görə bir-birindən fərqlənir. Bəzi böyük günahların təsiri daha çoxdur, o insanı tamamilə büsbütün paslandıra bilər. Bəzən də isə zəifdir bu. İman orada qala bilər, iman hətta daha çox ola bilər. Bu cür insanların buyurur ki, bağışlanma ehtimalı var. Ona görə buyurur ki, fəalə həzə lə tənaquda beynəl əyəti dallə alə subutil va'id minəllah alə sahibil kəbirə vəl əyəti dallə alə subutil affi ammən yəşə.
Burada ki, bəzi ayələrdə biz görürük ki, Allah deyir ki, böyük günah sahiblərini cəhənnəmə atacam, əbədiyyən qalacaqlar, onlar üçün təhdid var. Bəzi ayələrdə deyir ki, xeyr, böyük günah sahibləri bağışlanacaq. Burada ki, zahirdə ziddiyyət görünə bilər, amma bizim verdiyimiz izaha əsasən burada heç bir ziddiyyət yoxdur. Niyə? Çünki biz böyük günahları iki qismə ayırdıq. Bəzi böyük günahların təsiri daha çoxdur, bəzilərində nisbətən zəifdir. Daha çoxdursa, ruhu tamamilə paslandırıbsa, o artıq əbədi cəhənnəmdədir, amma nisbətən zəifsə onun bağışlanma ehtimalı var. Və burada mən bir bəhsi də əlavə eləmək istəyirəm. Baxın, Quran ayələrini, hədisləri oxuyanda qiyamətdəki hesab kitabdan danışır. Ki, insanlar qiyamətdə gələcəklər, onlara əməl dəftərləri veriləcək, oxuyacaqlar, tərəzi olacaq, mizan olacaq, sirat olacaq və s. və s. Burada iki ehtimal var. Yəni, əgər biz qəbul etsək ki, insan əməli ilə onun nəticəsi qiyamətdəki məkanı, məqamı arasında əlaqə təkvinidir, ontolojidir, o zaman bu hesab kitab məsələsini, qiyamətdə olan hesab kitab məsələsini iki cür təsəvvür edə bilərik və ya təsvir edə bilərik. Birinci ehtimal budur ki, bunlar rəmzidir, simvolik sözlərdir, fikirlərdir. Yəni Allah ki, burada deyir, hesab olacaq, kitab olacaq, əməl dəftəri olacaq və s. və s. və s. Bunlar simvolikdir, yəni bunlar həqiqətən qiyamətdə o cür tərəzi filanzada olmayacaq. Necə ki, Allah Quranda buyurur ki, qiyamətdə Allah gələndə, məsələn, Allahın gəlməsi o deməkdir ki, Allah özü gələcək, hökmü gələcək, yəni simvolikdir və ya məcazidir. Bu bir ehtimaldır. Bu nəyə görə? Çünki bəzi hədislər var ki, buyurur ki, İnsanlar qiyamət günü zaten öz sifətlərində gələcək. Məsələn, şərab içən bir cür gələcək, zinakar bir cür gələcək, sənəm yeyən bir cür gələcək, hamısı çox pis qiyafədə. Amma möminlər nur içində gələcəklər. Yəni, əgər onlar o cür gələcəklərsə, elə kim onlara baxsa zaten onların məqamını biləcək. Hesab kitabına ehtiyac var. Məsələn, bu bir ehtimaldır. İkinci ehtimal budur ki, bəli, o hesab kitab olacaq, amma məqsəd o demək deyil ki, biz onları tanımayacaq, o hesab kitabdan sonra tanıyacaq. Xeyr, zaten onlar məhşərə gələndə o sifətlərindən, xüsusiyyətlərindən bilinəcək. Sadəcə olaraq bu hesab kitab onlara bir növ hesabat vermək üçündür. Yəni, soruşsalar ki, məsələn deyirəm də, fərz edək, qiyamətdə Allah biz niyə bu sifətdəyik, biz niyə bu görkəmdəyik, Allah bir növ onların qabağına hesab kitab qoyacaq ki, bax siz buna görə bu vəziyyətdəsiz. Yəni, ikisi də mümkündür, ikisi də məntiqlidir. Ona görə iki versiyadan biri seçilə bilər. Xülasə etsək, xülasə nədir? Xülasə budur ki, Molla Sədranın nəzəri budur ki, bəzi insanlar cəhənnəmdə qalacaq, əbədiyyən qalacaq. Buna səbəb olan etdiyi əməllərdir və əməllə nəticəsi arasındakı əlaqə, təkvini əlaqə, ontoloji əlaqə olduğuna görə artıq bu insanlar nə olacaqlar? Cəhənnəmdən çıxa bilməyəcəklər. Çünki o qədər ruhları çirklənəcək, paslanacaq ki, heç bir şəkildə cəhənnəmdən çıxa bilməyəcəklər. Və sonra böyük günahlar da iki qismə ayrılır. Bəzi böyük günahlar insanın əbədiyyən cəhənnəmdə qalmasına səbəb olur, çünki təsiri çox böyükdür, amma bəzi böyük günahlar o cür deyil. Bu Molla Sədranın rəyidir. İnşallah növbəti dərslərdə görüşənədək hələlik.